Mən özümü asmaq istədim. İt işin nə yerdə olduğunu başa düşdü. Mən tavana baxarkən zingildədi. Gözlərindən yaş sel kimi axdı. Həkim xəstəyə inandı və yəqin etdi ki, bu xəstə özünü asmayacaq və dedi: "Ged evə, amma sabah saat 11-də burada ol." O bu gecə uzun illərin yorğunu kimi yatdı. Sözlənənin bugünkü mövzusu Səməd Niknamın intihar hekayəsidir. Səməd Niknam 1963-cü ildə Güney Azərbaycanın Ərdəbil bölgəsinin Cavallı kəndindən anadan olub. İbtidai məktəbi doğulduğu kənddə bitirib. Ərdəbildə Şah Abbas adına orta məktəbdə təhsilini davam etdirib. 1988-1994-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika fakültəsində təhsil almışdı. 1999-cu ildə İsveçə mühacirət edən Səməd Niknam 2011-ci ildə İsveçdən Linköping Tibb Universitetini bitirib. Bədii yaradıcılığa erkən başlasa da ilk yazısı 1988-ci ildə Xəzər dərgisində çap olunmuşdu. Sonralar bədii və publisist əsərləri Bakıda çıxan Xəzər, 21 Azər, Körpəm dərgilərində, Tanıtım və Ekspres qəzetlərində yayımlanmışdı. Mikayılı psixiatra klinikasına gəlini və oğlu gətirmişdi. İçəri girəndən sonra demişdilər ki, Mikayıl özünü öldürmək istəyir. Mikayıl isə əlüstü cavab vermişdi ki, yox, indi elə bir fikrim yoxdur. Evə getmək istəyirəm. Tibb bacısı öz işlərini görəndən sonra Mikayılə demişdi ki, sən gərək həkimlə danışasan. Həkim müayinəsindən keçməmiş mən səni evə buraxa bilmərəm. Tibb bacısı dedi: "Doktor, növbəti xəstəmiz var, intihara cəhd etmiş, tələsir, evə qayıtmaq istəyir." Həkim dedi: "Evə buraxma, 5-10 dəqiqə qəbul edərəm." Həkim əlindəki işi tamamlayarkən düşündü ki, bu xəstə nədən evə tələsir? Olmaya gedir yarımçıq qalmış işini bitirsin, özünü öldürsün. Birdən həkimin ağlına gəldi ki, xəstə özünü elə burada, klinikada da öldürə bilər. Odur ki, əlindəki işi yarımçıq buraxıb xəstəni təcili görmək qərarına gəldi. Həkim xəstənin olduğu otağa girəndə gördü ki, xəstədən başqa 2 nəfər də onunla yanaşı oturub. Onların biri xəstənin oğlu, o birisi isə gəlini olduğunu dedi. Həkim qərarını tez verdi və dedi ki, siz gözləyin, mən xəstə ilə təklikdə görüşmək istəyirəm. Həkim əlindəki xəstəlik jurnalına baxaraq dodağının altında pıçıldadı: Mikayıl. Mikayıl həkimi diqqətlə izləyirdi. Onun baxışları, davranışı, çiyninə tökülmüş ağ saçları Mikayılın diqqətini çəkdi və fikirləşdi ki, təcrübəli həkimə oxşuyur. Bunun əlindən qurtara bilməyəcək. Deyəsən gecəni psixiatra klinikasında keçirəcək. Dərindən bir ah çəkib başını aşağı saldı. Həkim gözlərini əlindəki jurnaldan ayırıb Mikayıla baxdı və soruşdu: "Nə olub Mikayıl? Bura nə üçün gəlmisən?" Mikayıl dedi: "Mən gəlmirdim. Oğlumla gəlinim məni məcbur etdi." Həkim soruşdu: "Nədən səni məcbur etdilər? Nə olub? Nə baş verib?" Mikayıl dedi: "Mən özümü asmaq istədim. Onlar bunu bildi. Daha doğrusu özüm danışdım. Sonra dedilər ki, bizimlə psixiatriyaya getməlisən. Oğlum polisə zəng etdi. Polis bizi düz bura qədər gətirdi. Biz içəri keçəndən sonra polis getdi. Yoxsa mən gəlmək istəmirdim." Həkim soruşdu: "Nədən özünü öldürmək istəyirsən? Niyə yaşamaq istəmirsən?" Mikayıl dedi: "Yaşamağa gücüm çatmır. Yorulmuşam. Həyatda daha heç bir şey mənim üçün maraqlı deyil. Son vaxtlarda bir sıra işlər baş verdi, daha dözə bilmədim. Dedim, yaxşısı budur ki, özümü asım. Özünü asmağa cəhd etdinmi, yoxsa hələ fikirləşirsən?" Mikayıl dedi: "2 dəfə cəhd etdim. Hər ikisində ip qırıldı, sərildim yerə. 3-cü dəfə getdim, itimizin ipini götürdüm. İt gördü, elə bildi ki, mən ondan çölə getmək istəyirəm, onu gəzməyə aparmaq istəyirəm. Gəldi ardımca. İpi tavandan asmamış itə baxdım, onu tumarladım, məni ağlamaq tutdu. İtin boynunu qucaqlayıb ağladım. Fikirləşdim ki, mən özümü öldürsəm, bu itə kim baxacaq? Sonra da gördüm ki, yox, yaşaya da bilmirəm. Bir də itin boynunu qucaqladım, hönkür-hönkür ağladım. Dedim, mən bağışla, bacarmıram, yaşaya bilmirəm. Bunları deyib tavandan asılan qarmağa baxdım. İt işin nə yerdə olduğunu başa düşdü. Mən tavana baxarkən zingildədi. Gözlərindən yaş sel kimi axdı. Əyilib ipi götürmək istəyəndə ip yox idi. İt ipini götürüb aradan çıxmışdı. Zingildiyə-zingildiyə hara getdi, hardan gəldi bilmədim. 5-10 dəqiqədən sonra qayıtdı, amma ip yox idi. Qapının ağzında durub gözlərini mənə zillədi.
Elə bu zaman gəlinim bir mesaj yazdı. Bizlə şam yemək istəyirsənmi? Oğlum gilə yola düşdüm. İti bağlamağa ipim olmasa da o məndən gəldi. Daban-dabana məni izlədi. Heç elə bil həmişəki dəcəl və şıltaq it deyildi. İpini buraxan kimi aradan çıxardı, sözə baxmazdı. İndi isə sanki məni qoruyurmuş kimi güdür, gözünü məndən çəkmirdi. Beləcə it bütün yol boyu qəmli baxışlarla məni izlədi. Oğlum gilə gəldi. Gəlinim bizi qarşıladı. Xoş gəldin dedi, boynumu qucaqladı. Mən də onu qucaqladım, görüşdük. Oğlumla da görüşdük. Gəlinim də, oğlum da bizi diqqətlə süzdü. Gəlinim dedi, sizə nə olub? Birtəhər görünürsünüz. İtin ipi hanı? Nə əcəb dəcəllik eləmir? Oğlum üzümə diqqətlə baxıb, başını aşağı saldı və astaca dedi, keçin içəri. Biz içəri keçdik. İt qapının ağzında oturub gözünü mənə zillədi. Hərdən zingirləyən kimi nəsə demək istədiyini də oradakılara xatırladırdı. Uzun müddət araya sükut çöktü. Gəlin yemək hazırlayarkən fikrə dalmışdı. Gözaltı məni süzür, itə baxırdı. Oğlum məndən üzbəyiz otursa da dinib danışmırdı. Birdən soruşdu. Ata, sənə nə olub? Özümü saxlaya bilmədim. Hönkür-hönkür ağladım. Gəlinim mənə su gətirdi, yanımda oturdu. Əlini çiynimə qoydu. Ağlamaq məni xeyli sakitləşdirdi. Bunu onlar da gördü. Gəlinim astaca dedi. Danışsana. Danışdım. Əhvalatı necə var idi, eləcə də anlattım. 2 dəfə özümü asdığımı, ipin qırıldığını və nəhayət itin ipi götürdüyünü də dedim. İt bunu gözləyirmiş kimi ayağa durdu, bayıra çıxdı. Birazdan yenə qayıdıb qapının ağzında oturdu. Onlar məni sadəcə dinlədi. Ara sıra bir-birinə baxsalar da bir söz demədilər. Yeməkdən sonra oğlum dedi, indi bizlə xəstəxanaya getməlisən, psixiatriya. Dedim, yox, getmirəm, bu iş bitdi, mən bir də intiharı cəhd etməyəcəm. Gəlinim mənə yaxınlaşıb dedi, bunu orada deyərsən, biz səni tək buraxa bilmərik, gedək müayinə etsinlər. Bu cəhddən sonra qərar həkimlərindir, necə deyərlər, elə də olar. Mən dirəndim və bura gəlmək istəmirdim. Oğlum polisə zəng etdi. Polisi qapının ağzında görən kimi dirənişimin yersiz olduğunu anladım və könüllü olaraq gəldim. Həkim dedi, oğlunla gəlinin haqlıdır. İntihar cəhdi var. Sən müalicə olunmalısan. Özü də ən azı 1 il bizimlə, yəni klinika ilə əlaqən olmalıdır. Evə buraxılandan sonra da biz səni vaxtaşırı çağıracağıq. Ümidvaram ki, əməkdaşlığımız alınacaq. Mikail soruşdu. İndi evə gedə bilərəmmi? Həkim cavab verdi. Burada qalmağını istərdim. Nə üçün evə tələsirsən? İtim məndən nigarandır. İndi o nə çəkir mən bilirəm. Gedim görsün ki, mən yaşayıram. Həkim xəstəyə inandı və yəqin etdi ki, bu xəstə özünü asmayacaq və dedi. Ged evə, amma sabah saat 11-də burada ol. Xəstə sevinərək müayinə otağından çıxdı. Xəstənin oğlu ilə gəlini həkimə diqqətlə baxdı. Nəsə demək istədilər, amma həkim onları qabaqladı. Nigaran olmayın, bu gecə bir şey olmaz. Sabah saat 11-də burada olun. Xəstə evə tələsirdi. O itini görmək istəyirdi. Evə çatan kimi itini götürüb öz evinə getdi. Yerinə uzanan kimi onu dərin yuxu apardı. O bu gecə uzun illərin yorğunu kimi yatdı. Səhər ayılanda iti başının üstündə gördü. İtin boynunu qucaqladı, ağladı və ona söz verdi ki, bir də özünə qəsd etməyəcək. İt çölə çıxmaq istəyirdi. Mikail qapını açdı. İt götürüldü, harası getdi. Birazdan ağzında ip geri qayıtdı. Qapının ağzında dayanıb gözlərini Mikailə zillədi. İt Mikailə, Mikail itə baxdı.